adım Mahmuddur. Muhumanın oğluyam. Haval qazanıb yeyən bir atamın oğluyam. Atamı və anamı sevmişəm, həddindən çox. Mən 12 yaşımda öz şəklimin üstünə mələk, səma yazmışdım. Bir də şəklin küncünə bir işarə qoymuşdum, zərbə vurulur deyə. Ürəyimə dammışdı, mən bir gün şəhidliyə mütləq qovuşmalıyam. Anama da demişdim, atama da demişdim. Mən şəhid olan zaman hər yerdə o barədə danışacaqlar. Hətta televizorda danışacaqlar məndən. Dostumun kürəyinə ölüm günümü dəqiqliklə yazmışdım. Elə bil ölümümü. Mənə bildirirdilər. Atama da demişdim. Səndən bir də maşını istəməyəcək heç kim. Mən çox olsa olardım 1 ya 2 yaşında. Başımın üzərində təyyarə formasında bir lüstür asmışdılar. Gör təyyarə o vaxtdan ölüm mələyi olub əl çəkmirmiş yaxamdan. Atam hey cəhd elədi, məni etsin yolumdan. Bir neçə dəfə bərk-bərk tutmuşdu da qolumdan. Dedi, gedək qaytaraq o zəhrimar bileti. Bu uçuşun heç mənə xoş görünmür niyyəti. Heç cür razılaşmadım atamın fikri ilə. Ölümün caynağına gedirdim bilə-bilə. Təyyarəyə minəndə mən bir dostuma yazdım. Salamat qal, bəlkə də bir daha qayıtmadım. Məncə Allah hər kəsi belə etməz xəbərdar. Elə danışırdım ki, hər şeydən xəbərim var. Bu hələ harasıdır, qalacaqsız məəddəl. 2 sərt atəş ilə təyyarəni vurdular. Qroznada vurulub biz Aktauda indik. Yerə möhkəm çırpıldıq, 2 yerə bölündük. Çoxumuz şəhid olduq, az hissəmiz qaldı sağ. O hadisə, o qəza hər kəsdən olsun uzaq. Od alov bürümüşdü bir canda hər yanı. Məndən olan hamının bir anda çıxdı canı. Sağ qalanlar minnətdar olsunlar pilotlara. Mələk kimi onları oddan qoruyanlara. Şəhidlik yazılmır ki hər kəsin ünvanına. Allah sevdiklərini tez aparır yanına. Mən şəhid olmağımla fəxr elədiyim kimi, siz də məndən fəxr edin. Yoxsa mənim qəlbimi dərd-qəmə düçar edib, peşman etməyin məni. Özüm arzulamışam o ən uca zirvəni. Şeiri yazan Qallaçov Heybullah Şəhmiroğlu.